Bugün Azərbaycanın milli qəhrəmanı Murad Mirzəyevin doğum günüdür. O, 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub və həyatını vətənə xidmətə həsr edib. Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin polkovnik leytenantı kimi yüksək peşəkarlıq və igidlik nümayiş etdirib. Aprel döyüşləri zamanı 4 aprel 2016-cı ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun şücaəti dövlət tərəfindən yüksək qiymətləndirilib və İlham Əliyevin sərəncamı ilə ölümündən sonra milli qəhrəman adına layiq görülüb. Murad Mirzəyev həm də beynəlxalq hərbi təcrübəyə malik zabit idi. ABŞ, Rumıniya və İordaniyada keçirilən təlimlərdə iştirak edib. Ailəli idi. 2 övladı yadigar qalıb. Onun və onun kimi qəhrəmanların göstərdiyi şücaət 44 günlük vətən müharibəsi zamanı da Azərbaycan ordusunun qələbə ruhunun əsasını təşkil etdi. 2020-ci ildə baş vermiş bu müharibədə Azərbaycan öz ərazi bütövlüyünü böyük ölçüdə bərpa etdi və bu zəfərin təməlində məhz Murad Mirzəyev kimi igidlərin qəhrəmanlığı, fədakarlığı və vətən sevgisi dayanırdı. O, 11 aprel 2016-cı ildə Bakıda yerləşən 2-ci Fəxri Xiyabanda dəfn olunub. Murad Mirzəyevin xatirəsi daim hörmətlə anılır. Onun həyatı və qəhrəmanlığı gənc nəsil üçün vətənpərvərliyi nümunəsidir.